tapa bilmirik. Ən çox işlənən də budur. Baxın, belə bir cümlə ola bilər. Mən şəhərdə, Bakıda yaşayarkən bunları çox eşitmişəm. Deyir ki, burada əlavə var, görürəm. Şəhərdən əlavəsi Bakıda. Variantı tapamıram. Gəl bunu təhlil edeyim, mütləq. Və cümlə təhlilini biz niyə əvvəldən keçirik? Ki, bunu başa düşək. Baxın, nə etmişəm? Eşitmişəm. Kim? Mən. Deməli, nəyi eşitmişəm bunları? Nə qədər çox eşitmişəm zərfli? Aha, baxın, burada əslində nə zaman sualını verirəm, nə zaman şəhərdə yaşayarkən. Deməli, məcburdur bunlar bir yerdə götürülsün. Nə zaman? Şəhərdə, Bakıda yaşayarkən. Deməli, burada cümlə üzvünün əlavəsi deyil. Burada sən götürə bilərsən, bir variant verilə bilər. Bakıda, şəhərdə yaşayarkən feili bağlama tərkibidir. Düzdür? Feili bağlamanın aslı tərəfi, tərkibin aslı tərəfi şəhərdədir. Bu şəhərdənin əlavəsidir. Ona görə cavab belədir. Feili bağlama tərkibinin aslı tərəfinin əlavəsi. Bu cavabı verməlidir. Bax, budur sizi çaşdıra bilən məqam. Ona görə cümlə təhlil eləməlisən ki, sən onu orada görəsən, həmcisdir, əlavədir, cümlə müstəqil cümlə üzvünün və əlavəsidir. Yoxsa iç-içə gedən bir şeyi də ayırmalısan. Bax, bu %100 işlənən bir testdir. Bu da oldu əlavələr haqqında ümumiləşdirdiyimiz söz. Vəssalam.